Salamlayıram siz yoldaşlar, ümid edirəm hər biriniz yaxşısınız. Bugünkü videoda mən sizlərə Portfigure-dan Modifying Serialized Data Types labının həllini göstərəcəm. Bu labda bizdən tələb olunan authentication mexanizmini bypass etmək və administrator kimi sistemə daxil olub Carlos userini silməkdir. Bizə sistemə daxil olmaq üçün Winner və Peter kimi credentiallar verilib və burada hint olaraq bildirilib ki, labda deməli istifadə olunan PHP versiyası 7-dən 7.x-dən aşağıdır. Access to lab deyirəm. Yavaşdan başlayaq həllinə. Burada mən labın birbaşa həllindən əlavə sizə backend strukturu necə işlədiyini göstərmək istəyirəm əsas. Bunun üçün də backendi PHP-də simulyasiya etməyə çalışacağam. My account-a basıram burada. Yazıram Winner Peter. Burada sağ düymeye basıp inspect edirəm. Burada bizə lazım olan yer bu cookie'dir. Cookie dəyərini kopyalayıram buradan. Gəlirəm terminala və echo ilə buraya yazdırıram. Bu hissəyə fikir verməyin. Burada baxın, random byte verilib bu formada access token üçün. Və user diye bir obyekt var, yani bir class. İki tane properties var, username'di, bu Winner'da bir de access token'di. Yani program çox güman ki backend'de access token'a görə qərar verir. Mən bu labı işlədiyimdən və mənim ağlımda necə bir struktur formalaşmışdı onu sizə göstərəcəm. Təbii ki bu birinci dəfədən formalaşmayıb məndə. Müəyyən şeylər yoxlamışam, alınmayıb, sonra belə düşünmüşəm. Mən sizə birbaşa nə düşündüyümü göstərəcəm. Yəni məndə alınan variantı. Burada yoxlama çox zəif aparılır. Və əgər token varsa, yəni bu formada random byte, onda admin deyilsən deyir sənə. Yəni false qaytarır is admin funksiyası. Belə düşünə bilərsiniz. Yox, əgər burada məsələn 0 kimi bir şey verilibsə, bu zaman artıq mənə admin true qaytarır. Və mən admin kimi daxil ola bilirəm içəri. İndi bu zəifliyin simulyasiyasını mən sizə göstərsəm, gərək biz kod yazaq bunun üçün. Burada bayağı gördüğünüz kimi bir class var idi və bu classın adı user idi. Kəsək buradan, buraya yapışdıram. User adlı bir class var idi. Bu classın daxilində property'lər var idi. Bunlardan birincisi user name idi. İkincisi isə access token idi. İndi isə gəl düşürəm aşağı. Construct deyirəm. Aşağı gəlirəm. Okay, bunları da yazıram bu formada. Örtərzəni bağlayıram. Yine aşağı inirəm. Və burada public function deyirəm. Burada is admin adında bir function yaradıram. Bu function vasitəsilə mən userin admin olub olmadığını yoxlamaya çalışacağım. Okay. Return burada hazır yazılıb. Return this access token bərabərdir 0 olsun. Yəni ta ki 0 olanda bu true qaytarır da, bu da true qaytaranda deməli adminəm deməkdir. Bu forma təsəvvür edə bilərsiniz. Və biraz da aşağıda toString funksiyası yaradacağım ki, yəni bu magic metodudur. Bunu yaradacağım ki, deməli deserializasiya zamanı əgər ki stringə çevrilməli bir obyekt olsa, yəni ekonantdakı ki mən deserializasiya olmuş obyekti yazdırmaq istəsəm, bu funksiyaya müraciət olunacaq avtomatik və həmin obyekt string kimi yazdırılacaq. Mən buraya yazıram public function toString. Və burada isə indi mənim var username'im, daha sonra access token'im və bir də ki isadmin'dən alınan true false dəyəri. Şimdi buraya yazıram ilk öncə username. Okay, username'imiz username'imiz bizim burada qaytarılacaq bu formada this
username, name, use this username. Okay. PHP böyle ne oldu? Okay, formala. Burada daha sonra mənə lazımdır access token. Burada olacaq access token. Və bir də mənə lazımdır burada isadmin dəyəri. Bu da true false kimi olacaq. Nöqtəyini açıram burada. İsadmin funksiyasını yazıram. Bu hissəni silirəm buradan. İsadmin. Okay. Burada olacaq true. Burada isə false. Nəsə bir səhv var deyilir burada. Təbii ki, burada return olmalıdır yoldaşlar. Bu return ilə qaytarılmalıdır. Bu formada olmalıdır. Yine error var deyir. Gəl bunu ataq yaya. O bizə kömək eləsin errorun həllində. Deyirəm problemi həll et. Çox güman ki bir sintaksi səhv var burada. Burada bu deməli klassda nə edir də? Username və access token yaradılır. Və daha sonra isadmin funksiyası var burada. İsadmindən yoxlanılır. Yəni true false qaytarır bu funksiya. Əgər ki access token 0-sə true qaytarır, 0 deyilsə false qaytarır. Bizdə də token verildiyi üçün hər dəfə false qaytarılacaq. Bu string nə isə biz artıq verilən obyekti stringə çeviririk və username qaytarırıq, access token qaytarırıq və isadmini qaytarırıq true false olaraq. Səhvlər nöqtə virgül yox deyir. Bir də access token və isadmin sətirlərindən sonra nöqtə qoyulmayıb deyir. Koymuşam burada. Okay, nəsə bunu kopyalayaq. Formada. İndi düzgün oldu. İndi gəlirəm serialize PHP-yə. Serialize PHP-də isə deməli, ilk öncə PHP faylını açıram burada bu formada. Və yazıram bu require once. Və bu hissəyə daxil edirəm öz faylımın adını. Bunun adı user class php'dir. Gəlirəm aşağı. İndi burada serialize yerində bir user yaratmalıyam ilk öncə. Daha sonra həmin məlumatları, yəni serialize etməliyəm. Bunun üçün də yazıram bura user 1 bərabərdir new user username winner. Daha sonra mənə lazımdır access token. Access token üçün mən burada bir access token yaradacağım dostlar. Random yazıram access token bərabərdir bin to x random bytes 32 uzunluğundaydı səhv etmirəmsə formada və buraya yazıram access token
İndi bunu serialize etməliyəm mən. Yazıram bura serialized bərabərdir. Lakin siz fikir verdinizsə bilmirəm, burada bizim obyekt, yəni session'dan götürdüyümüz obyekt deməli birinci serialize olunub. Ondan sonra isə həmin obyekt base64 enkod olunub və daha sonra URL enkod olunub. Ona görə ən sonda yəni URL enkod olunub. Buraya yazıram mən URL enkod və daha sonra yazıram base64 enkod və daha sonra isə serialize user 1. Ben burada en sonda echo ile bunu yazdıram ekrana. Seri dolar koymamışam. Serialized. Şimdi bunu ben start run etsem hiç olmadı. Niye hiç olmadı? Okey, problem değil. Gelin burada run eləyək. Bəzən olur bəndə. Save eləyək. Bu formada bir şey qaytarıldı mənə. String dəyər qaytarıldı. İndi gəlin bu string dəyəri biz deserialize etməyə çalışaq. Bunun üçün gəlirəm deserialize PHP-yə. İlk öncə bunu kopyalayıram, yapışdırıram bura. Bu hissəni buradan silirəm. Bunu da edirəm deserialized. Burada deserialized adında bir dəyişən yaradıram. Okay. Yuxarıda indi məndə bir cookie alınacaqdır. Yəni bir session'dan normalda belə olmalıdır. Normalda cookie bu bərabər olmalıdır. Bu formada cookie'yə, yəni cookie'dəki session dəyərinə. Lakin məndə indi belə bir şey yoxdur, real bir site qurmamışam. Ona görə birbaşa cookie olaraq öz base64 enkod olmuş stringimi verəcəm bura. Yəni bu stringi yazacağam nəticə etibarıyla. Bunu yazdıqdan sonra gəlirəm deserialize hissəsinə. Burada isə ilk öncə mən bunu görə dekod etməliyəm, sonra base64 dekod etməliyəm və daha sonra isə deserialize etməliyəm. Bunun üçün ilk öncə yazıram base64, daha doğrusu URL decode, sonra base64. Yox. Birinci unserialize olmalıdır. Unserialize. Daha sonra base64. Ondan sonra URL decode. Bu formada. Aşağı gəlib bunu print etdirirəm. Echo yazıram. Deserialize. Aşağıda yazmışammış. Tamam, əla. Bu formada kod hazırdır məncə artıq. Gəlin bunu runlayaq. Yine bir şey olmadı. Olsun, eybi yoxdur. PHP yazıram bura. PHP və yazıram deserialize PHP. Fikir verin burada. Username Winer'da access token'daki budur. Buradaki isadmin false deyil. Fikir verirsiniz. Şimdi mən tutaq ki burada serialize yerində yeni bir user yaradıram. Bu da olur user 2. Və access token əvəzinə burada mən 0 verirəm. Bu formada. İndi bunu runlasam olacaqmı? Olmadı, təəssüf ki, olsun. PHP serialize PHP. Belə bir token qaytardı mənə. İndi bunu deserialize eləyəcəm mən. Burada. Yapışdırıram bura. Ctrl S. Və bir saniyə. Okey, səhv oldu. Niyə səhv oldu? Çünki mən burada deməli user 1 yazmışam. User 2 olmalıdır. İndi runlayıram. Burada. Baxın, dəyər budur. Götürürəm buradan. Gəlirəm deserialize PHP-yə. Yapışdırıram onu bura.
və bunu ranlayıram. Fikir verin. Access token 0 göstərir və isadmin true'dur. Və biz də bu formada bir backend zərfliyindən istifadə edəcəyik. İndi mən dəqiq bilmirəm backend belə qurulub yoxsa yox. Sadəcə mənim təxminimdə belə bir backend strukturu var idi və mən də bunu sizə çatdırmaq istədim ki, bu belə ola bilər. Gəlin yoxlayaq ki, bura mən əgər null yazsam nə olar bəs? Məsələn, elə false yazsam. False yazsam. Gəlin yoxlayaq. Çox güman yenisi olacaq. Serialize. Kopyalayıram bu dəyəri. Gəlirəm bura. Serialize-a. Yapışdırıram bura. Və baxın yenə true oldu. Isadmin true. Sonra null yoxlaya bilərik maraq üçün. Null yazsaq görəsən necə olar? Null. Okay. İndi işlədirəm kodu, kopyalayıram deməli base64 stringini gəlib yapışdırıram bura. Və bu formada yenə true oldu. Fikir verirsiniz. Hər ehtimalda bu true olur. İndi biz öz bildiyimiz yoldan gedək. Buranı 0 eləyək. Bunu 0 elədim. 0. Ctrl S. Yenə bir daha çalışdırıram. Amma burada indi user edirəm admin. Tamam. Çalışdırıram yenidən. Götürürəm bunu. Və mən üzrlü sayın bu dilində kimi açıq qaldı mənim. Və burada daha sonra mən bunu echo ilə deməli dekod edirəm. Baxın belə bir şey qayıtdı. Fikir verin, username admin access token 0. Və bu integerdir, fikir verin. İndi gəlin bunu yoxlayaq. Öz labımızda. Lab çöküb bir baxım. Lab çöküb. Access to lab deyirəm. Yazıram bura Winner Peter Inspect'e gəlirəm. Storage gəlirəm. Buraya yapışdırıram. Və səhifəni yeniləyirəm. Nə deyir? PHP fatal error uncached expression invalid admin. Invalid admin deyir bana. Maraqlıdır niyə elə deyirsə. Tamam, bunu gəlin deyə biz verir o zaman. Belə eləyək. İndi baxaq necə olur. Okey. İndi alınmalıdır. Gəlin də yoxlayaq. Səhifəni yeniləyirəm. Əla. Gördüyünüz kimi admin artıq. Gəlirəm admin panelə və Carlos üzərini buradan silirəm. Və lab solve olur. Yəni burada bir daha əsas məntiqi mən sizə qısaca izah edeyim. İlk öncə user klassı yaratdıq və tokenin yaranması, ümumiyyətlə mən proses göstərdim necə olursa, yəni user necə yaranırsa onu göstərdim. Isadmin funksiyasını göstərdim ki, necə ola bilər backenddə. Və burada mən sizə açıq aydın göstərməyə çalışdım ki, biz hansı dəyərləri verəndə access tokenə bu isadmin true olur. Və serializasiyasını mən sizə göstərdim, necə serializasiya olunur və necə deserializasiya olunur, bunları mən sizə göstərməyə çalışdım. Ümid edirəm bu sizə faydalı oldu, yoldaşlar. Növbəti videolarda görüşənədək sağ olun, uğurlar hər birinizə.